Dövlət orqanlarının hər hansı bir işiniz olanda, bəzən işlərin nə qədər mürəkkəb görünə biləcəyini yəqin ki, hamımız bilirik. Amma narahat olmayın, bugün məhz bu münasibətləri tənzimləyən və ən əsası sizin hüquqlarınızı qoruyan çox vacib bir qanunu sadə dildə aydınlaşdıracağıq. Gəlin etiraf edək, hamımıza tanış bir hissdir. Qaydaların anlaşılmaz, nəticələrin isə sanki öz başına verildiyi o bürokratiya labirinti. Adam özünü həqiqətən də itmiş kimi hiss edir. Bəs sizə desəm ki, əslində bu labirintdə sizə yol göstərən, sizi müdafiə edən xüsusi bir qaydalar kitabı, yəni bir qanun var. Həmin qanunun adı İnzibati İcraat haqqında qanundur və onun məqsədi çox sadə və aydındır. Dövlət orqanlarının ədalətli davranmasını və sizin hüquqlarınızı qorunmasını təmin etmək. Yaxşı, gəlin bu qanunun dərinliklərinə baş vuraq. Bu qaydaları yaxşı anlamaq üçün gəlin əvvəlcə, belə deyək, oyunun iştirakçılarını tanıyaq. Prosesdə kim kimdir? Deməli, birinci tərəf inzibati orqandır. Bura nazirliklər, yerli icra hakimiyyətləri, bələdiyyələr, yəni işiniz düşən, istənilən dövlət qurumu aiddir. Və gəldik ən vacib iştirakçıya, maraqlı şəxs. Bəli, bu elə sizsiniz. Vətəndaş, sakin, sahibkar, yəni müraciət edən və qərardan birbaşa təsirlənən hər kəs. Və nəhayət, inzibati akt. Bu nədir? Bu, bütün prosesin nəticəsidir. Sizə verilən o rəsmi icazə, rədd edilən müraciətiniz və ya haqqınızda çıxarılan hər hansı bir sərəncam. Yaxşı, bu qanunun ən maraqlı tərəfi nədir bilirsiniz? O sadəcə quru prosedurlardan ibarət deyil. Onun təməlində çox güclü ədalət prinsipləri dayanır. Və bu prinsiplərdən birincisi və ən əsası bərabərlikdir. Qanunda bu çox aydın şəkildə yazılıb. Amma gəlin görək, bu real həyatda, praktikada nə deməkdir? Baxın. Bu müqayisə hər şeyin mükəmməl izah edir. Təsəvvür edin, iki nəfər eyni sənədlərlə, tamamilə eyni şərtlərlə icazə üçün müraciət edir. İnzibati orqan birinə hə, digərinə isə heç bir qanuni əsas olmadan yox deyə bilməz. Qanun məhz belə ayrı seçkiliyin qarşısını alır. İndi isə keçək növbəti fundamental prinsipə. Bu, sizin dövlət orqanlarına olan etimadınızın qorunması ilə bağlıdır. Bu deməkdir ki, dövlət qurumları öz fəaliyyətində ardıcıl olmalıdırlar. Onlar bugün bir cür, sabah başqa cür davrana bilməzlər. Deməli, əsas məsələ budur. Sizin bir dövlət qurumunun formalaşmış iş təcrübəsinə güvənmək haqqınız var. Onlar illərdir tətbiq etdikləri qaydanı sırf sizin üçün heç bir ciddi səbəb olmadan qəfildən dəyişə bilməzlər. Sizin etimadınız qanunla qorunur. Amma prinsiplər bununla bitmir. Qanunda başqa çox güclü müdafiə mexanizmləri də var. Məsələn, mötəbərlik prezumsiyası. Yəni, siz bir sənəd təqdim edirsinizsə, onun saxta olduğunu sübut etmək sizin yox, məhz inzibati orqanın vəzifəsidir. Yaxud, kiçik, məsələn, bir hərfin səhv yazılması kimi düzəldilə bilən xətalara görə sənədinizi birbaşa rədd edə bilməzlər. Yaxşı, bu gözəl prinsiplər real həyatda, praktikada necə işləyir? Gəlin baxaq. Tutaq ki, haqsız hesab etdiyiniz bir qərar aldınız. Nə etməli? Qanun sizə çox aydın bir yol göstərir. Həmin qərarı qəbul edən orqanın tabe olduğu yuxarı quruma rəsmi şəkildə inzibati şikayət verə bilərsiniz. Və budur, qanunun hətta ən kiçik detalları belə necə düşündüyünü göstərən maraqlı bir nümunə. 22 manat. Bu rəqəm ilk baxışdan çox da əhəmiyyətli görünməyə bilər, amma əslində sistemin öz daxilində də hər şeyin hesablı kitablı olmasını təmin edir. Məsələn, bir qurum başqasından hüquqi yardım istəyəndə yaranan xərclər üçün belə bir maliyyə həddi müəyyən olunub. Yaxşı, bəs bütün bunlardan çıxarılacaq əsas nəticə nədir? Bu qanun bizim üçün niyə bu qədər vacibdir? Çünki bu qanun təkcə hüquqşünaslar üçün yazılmış bir sənəd deyil. O, hər kəs üçün aydın və ədalətli qaydalar müəyyən edərək sizin əlinizə real bir güc verir. Sizi passiv bir vətəndaşdan aktiv, öz hüquqlarını bilən və tələb edən bir şəxsə çevirir. Və bu bizi yenidən qanunun lap əvvəlində yazılan əsas məqsədə qaytarır, sizin hüquq və azadlıqlarınızı qorumaq və ölkədə qanunun aliliyini təmin etmək. Artıq siz bu oyunun əsas qaydalarını bilirsiniz. Bu bilik sizə dövlət orqanları ilə münasibətlərdə daha inamlı olmaq, cəsarətlə suallar vermək və haqqınız olan ədalətli rəftarı tələb etmək gücü verir. Unutmayın, bu qanun sizin müdafiəçinizdir. Bəs siz bu bilgidən ədaləti təmin etmək üçün necə istifadə edəcəksiniz? Diqqətiniz üçün təşəkkürlər.